Bugün dünyaya baxışda. Suriya qüvvələri yenidən hərbi əməliyyatlara başlayıb. Türkiyədə sabiq generallar mühakimə olunur. Mitt Romney partiyasının nominasiyasına daha da yaxınlaşıb. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Vaşinqton. Suriya qüvvələri beynəlxalq atəşkəs planına əsasən bir neçə şəhərdən qoşunlarını çıxaracağını bəyan etdikdən cəmi bir neçə saat sonra yeni hərbi əməliyyatlara başlayıb. Fəalların sözlərinə görə bugün tanklar hücuma keçərək şəhər və kəndləri viran qoyub. Homs şəhərində bir neçə məhəllədə müxalifətin istehkamları hücumlara məruz qalıb. Fəalların sözlərinə görə əməliyyatlar şimali şərqdən Türkiyə sərhədinə və cənubda Dəraya qədər iri əraziləri əhatə edib. Zorakılıqlar Əsədin Kofi Annanla aprel ayının 10-da nəzərdə tutulmuş sülh planını həyata keçirməyə razılıq verməsinə baxmayaraq yenidən vüsət alıb. Bugün təqaüddə olan Türkiyəli generalların məhkəməsi keçirilib. Onlar 30 ildən çox müddətə işgəncə, qətl və insan oğruqları ilə nəticələnən dövlət çevrilişində iştirak etdiyinə görə ittiham olunub. Onlar 30 ildən çox müddət işgəncə, qətl və insan oğurluqları ilə nəticələnən dövlət çevrilişi həyata keçirməkdə ittiham olunurlar. Bugün Ankarada yüzlərlə nümayişçi məhkəmə binasının qarşısına ədalət tələbi ilə toplaşaraq dövlət çevrilişində əli olan başqa liderlərin də mühakimə edilməsinə çağırıb. 94 yaşlı Evren və 84 yaşlı Şankayanın səhhətləri pis olduğundan məhkəmədə iştirak etməyiblər. Onlar dövlətə qarşı cinayətdə ittiham olunurlar və ömürlük həbsə məhkum oluna bilərlər. 1980-ci ildə dövlət çevrilişini hazırlamaqda ittiham olunan Evren və başqa liderlər parlamentin fəaliyyətini dayandırmış, konstitusiyanı və siyasi partiyaları ləğv etmişdir. ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romney Maryland, Wisconsin ştatları və Vaşinqton şəhərindəki ilkin seçkilərdə qələbə çalmaqla partiyasının nominasiyasına daha da yaxınlaşıb. Mitt Romney nominasiyasını təmin etmək üçün 600 nümayəndə əldə etmiş olur. Nominasiyanı qazanmaq üçün iddialı 1114 nümayəndə yığmalıdır. Respublikaçıların nominasiyası uğrunda Romney ilə rəqabət aparan Rick Santorum yarışlardan geri çəkilməyəcəyini bəyan edib. Sabiq senator Santorum aprelin 24-də vaxtı ikən konqresdə təmsil etdiyi Pensilvaniya ştatında qələbə qazanacağını ümid edir. O, nominasiyası üçün 300-dən az nümayəndəyə malikdir. Əfqanistan rəsmilərinin bildirdiyinə görə Maymana şəhərində intihacı hücumu nəticəsində azı 10 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Rəsmilər ölənlərdən 4-ünün polis işçisi, 6-sının mülki vətəndaş olduğunu deyir. Bugün eyni zamanda Əfqanistanın şimal bölgəsindəki NATO əskərlərindən 3-ünün qətlə yetirildiyi xəbəri verilir. İnsidentin detalları barədə məlumat verilməyib. Bununla da bu ilin əvvəlindən bəri Əfqanistanda beynəlxalq qüvvələrdən həlak olanların sayı 100-ə çatmış olur. Amerikada Texas ştatının Dallas şəhərinin sakinləri 2 tornadodan sonra təmizlik işləri aparır. Fəlakət nəticəsində ciddi dağıntılar qeydə alınıb. Böyük yük maşınları havaya sovrulub. Evlərə ciddi ziyan dəyib. Ağaclar kökündən qoparılıb. Onlarla insan xəsarət alıb. Bütün uçuşlar təxirə salınıb. 100-dən artıq təyyarəyə ziyan dəyib. Sinoptiklər tornadoları böyük və olduqca təhlükəli adlandırıb. Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləməyi unutmayın. Ünvanımız 3w.amerikanınsesi.org-dur. Bununla da Vaşinqtondan verişimiz başa çatır. Sizinlə efirdə mən Bəxtiyar Zamanovuydum. Sağ olun.